ansamblinə təşəkkür edirik və yeni Ulduz 9 həyəcanı davam eləyir. Lurpak kərəyağlarının baş sponsorluğu, Ulduz Şokolad Fabriki və Ağdağ Gips əsaslı məhsulların sponsorluğu ilə siz yeni Ulduz 9-un ilk canlı efir həyəcanını izləyirsiniz və hörmətli qonaqlar, bir daha onu qeyd edeyim ki, yalnız və yalnız Azərsel nömrələrindən iştirakçılarımıza dəstək ola bilərsiniz. Onların SMS nömrələrində biz sizə bir-bir çatdırırıq. Burada gözəl effektləri də görəcəksiniz və gördünüz də. Onlara görə isə VC Servisə təşəkkür edirik. Onlar bizimlədilər, dəstəkdilər onlar da. Və mən bayaq qeyd elədim ki, çox maraqlı bir xanım gələcək bura. Həmin xanım mənim, yenə də qeyd edeyim, çox marağımı səbəb oldu. Geyimi ilə, ifası ilə və onun haqqında məlumatları çatdırandan sonra daha çox maraqlandım. 7 fevral Rusiya Federasiyasının Amur vilayətinin Tambov şəhərində dünyaya göz açıb, 93-cü ildən isə Bakıda yaşayır. Musiqili komediya teatrında çalışır və həvəskar, bəstəkardır. Dilşən İbadova, 81-838. Buyursun, Dilşən. Çox sağ olun. Dilşən, neçə mahnı bəstələmsən indiyə qədər? 12 rock vokal, belə bir janrda. Aha. İnşallah özü bəstələdiyin ifaları eşidə biləcəyim mi? İnşallah, nə vaxtsa. Amma indi nə oxuyursan? İndi mən elə mənəm. Sən elə sənsən. Buyurun. Gəncləri sənə verdim, səni sevdim. Bunların cavabı nə oldu? Məni qoydun yarı yolda. Xeyrətliklər güldü bizə, sevgi çevrildi orada. İndi gəl göz gələnə dolan mən, onlar da məni sən görmək istəsən. Bil ki alınma, çünki mən elə mənim, sənin ömründə bir ulduz qalacağım. İndi gəl göz gələnə dolan mən, onlar da məni sən görmək istəsən. Bil ki alınma, çünki mən elə mənim, sənin ömründə bir ulduz qalacağım. Qalacağım. Çox sağ olun. Dilşən İbadova, onu dəstəkləmək istəyirsə, onun SMS nömrəsi 81-838 mikrofonu olar. Zəhmət olmasa, çox sağ ol. Bəli, tamaşaçılar, mən sizə öz növbəmdə istəyərdim təşəkkürlərimi bildirəm.